Salam hər kəsə. 2025-ci ilin yaydakı qəbulunun izahına baxırıq. Birinci testə baxaq. Birinci test reformasiya haqqındadır. Tarixi proseslərin məntiqi ardıcıllığını tamamlamamızı istəyir. Rekonquista hərəkatının başlanması. Rekonquista hərəkatı ərəblərin İspaniyadan qovulması hərəkatıdır. Biz öyrənmişik ki, ərəblər 732-ci ildən İspaniyada məskunlaşıblar. Daha doğrusu 711-732-ci illər arası Cəbəl Tarıq boğazını kəşf etdikdən sonra keçirlər Avropaya. Avropada Patiya döyüşünə qədər irəliləyirlər. Lakin Patiya döyüşündə Franklar tərəfindən qarşıları alınır və beləliklə onların Avropada irəliləməsi dayanır. Amma İspaniyada onlar məskunlaşıblar. 1492-yə qədər də orada qalıblar. İndi bu hadisələrin biz demək ardıcıllığına baxacaq. Birinci yazır ki, Rekonquista hərəkatının başlanması. Yəni ərəblərin İspaniyadan qovulma prosesinin başlanması və bunun ardınca hansı hadisə olacaq onu soruşur. Baxırıq variantlarda yazıb Pireneya yarımadasının ərəblərin əlinə keçməsi. Xeyr, ərəblərin əlinə keçir, onlar orada məskunlaşırlar. Daha sonra Rekonquista hərəkatı başlayır. Yəni daha sonra onların qovulma hərəkatı başlayır. B variantında yazır. Pireneya yarımadasının tamamilə İspanlıların əlinə keçməsi. Bu axırda olan hadisə ola bilər. Amma Pireneya yarımadası tamamilə İspanlıların əlinə indi də heç keçməyib də. Yəni orada Portuqallılar da var. Portuqaliya var axı yarımadada. Ona görə də B variantı olan cavablar səhv olacaq. Kordova xilafətinin müstəqil əmirliklərə parçalanması. Bəli, orada yaranan əmirlik Kordova xilafəti idi. 756-cı ildə yaranmışdı bildiyimiz kimi. 1492-ci ilə qədər davam etmişdi. O zaman 2-də C olacaq. Çünki Rekonquista hərəkatından sonra Kordova xilafəti müstəqil əmirliklərə parçalanmışdı. Daha sonra yazıb Pireneya yarımadasında yeni xristian krallıqlarının yaranması. Bəli. Artıq parçalandıqdan sonra orada yeni xristian krallıqları meydana gəlir. Məsələn, Kastiliya, Aragon, Navarra, Portuqaliya kimi yeni krallıqlar meydana gəlir. 4-də nə götürməliyik? 4-də isə götürəcəyik Vahid İspaniya krallığının yaranması. Çünki Kastiliya və Aragon kralı ilə kraliçası 1479-cu ildə evlənir. Bundan sonra İspaniya krallığı meydana gəlir. İngiltərə, Fransa, İtaliya dövlətləri 843-cü ildə Verden müqaviləsinə əsasən meydana gəldi. İspaniya dövləti isə onlardan xeyli sonra 1492-ci ildə meydana gəldi. Ona görə də cavab olacaq B variantı. Digər testə baxaq. İkinci test xanlıqlar dövrünə aiddir. Burada deyir ki, 18-ci əsrin 50-ci illərinə aid olan hadisələri müəyyən edin. Gəncə xanı Şahverdi xanın Osmanlı dövlətinə diplomatik elçi heyəti göndərməsi. Bilirik ki, xanlıqlar içərisində 2 dənə xanlıq var idi ki, bunlar Osmanlı ilə əlaqə saxlamışdı. Bunlardan biri Şəki xanlığı idi, digəri isə Gəncə xanlığı idi. Yəni əsasən diplomatik əlaqə saxlayanda, məsələn, Osmanlı tərəfindən qorunan xanlıq desək, o zaman Naxçıvanı və İrəvanı da götürə bilərik. Çünki hər ikisi Gürcü hücumlarından və digər hücumlardan Osmanlı tərəfindən qorunmuşdur. Ona görə sırf diplomatik əlaqə saxlayansa Gəncə və Şəkidir. Ona görə də biri götürəcək. Digər cavaba baxırıq. Naxçıvan xanlığının Qacarlar dövlətində asılı vəziyyətə düşməsi. Əslində Naxçıvan da Qacarlardan asılı vəziyyətə düşübdür. Amma Ağməhəmməd Şah Qacarın hücumu zamanı, ikinci hücumu zamanı. Ona görə 2-ni götürməyəcəyik. Çünki söhbət burada 18-ci əsrin 50-ci illərindən gedir. 18-ci əsrin 50-ci illərində isə Qacar sülaləsi İranda hakimiyyətə gəlməmişdi. 1797-ci il, 96-cı ildə daha doğrusu Ağaməhəmməd xan Qacar özünü şah elan edir Muğanda və bundan sonra 1925-ə qədər Qacarlar İranı idarə etməyə başlayır. Ona görə də 2 olan variantlarımız gedəcək. Harda
A variantı, B variantı, D variantı. Harda 2 varsa bu getdi. Deməli, mütləq 1 olacaq. Yəni, C və Y variantlarının arasında qalırıq. İndi gəlin görək 4 uyğundurmu? İrəvan xanlığında Qacar tayfasından olan sülalənin hakimiyyətə gəlməsi. Bəli, 4 uyğun gedəcək. Çünki niyə? Ona görə ki, İrəvan xanlığında Həsənəli xan 1755-ci ildə hakimiyyətə gəlmişdi. O da Qacar sülaləsindən idi. Ümumiyyətlə, İrəvan xanlığı elə bir xanlıq idi ki, orada həm Qacar, həm Əfşar sülaləsi meydana gəlmişdi. Orada hər iki sülalə idarə etmişdi. Məsələn, xanlığın əsasını qoyan xan Mir Mehdi xan Əfşar idi, amma 1755-ci ildə İrəvanda hakimiyyətə gələn xan isə Həsənəli xan Qacar idi. Yəni, hər iki sülalə olduğu xanlıq idi. Deməli, 4-ü də götürürük. Daha sonra 3-ə baxaq. 3 yadımızdan çıxmışdı. 3. Quba və Şamaxı xanlıqlarının birləşərək Hacı Çələbini məğlub etməsi. Hacı Çələbinin Şamaxıya yürüşü son yürüşü də olmuş və bu 1755-ci ildə olmuşdu. Şirvana yürüşü. Və o zaman Çələbi uduzmuşdu. Ümumiyyətlə, biz Çələbini kodlaşdırmışıq və onun haqqında belə deyirik ki, Çələbinin hər hansı bir xanlığa hücumu uğursuzdur. Onun tuta bildiyi ərazilər sultanlıqlardır və Çələbi xanlığı 43-cü ildə yaratmış, 47-ci ildə yenidən müstəqil elan etmişdi. Bilirik də, onun orada üsyanı var idi. Üsyandan sonra yenidən müstəqil elan etmişdi. Və burada isə Şirvana yürüşü, Şamaxı xanlığına yürüşü də Quba xanlığı kimi uğursuz almışdı. Deməli, cavab olacaq 1, 3 və 4. 5 cavabına baxaq. Yenə də Xatın Arxı döyüşündə İbrahim Xəlil xanın qalib gəlməsi. Xatın Arxı döyüşü 1757-ci ildə idi. Burada isə İbrahim Xəlil xan Qarabağ xanlığını idarə etmirdi. Həmin vaxtı Pənah Əli xan idarə etmişdi. Pənah Əli xanın hakimiyyətlər Qarabağ xanlığı yaranmasından 1763-cü ilə qədər Şiraz qonağına qədər davam etmişdi. Deməli, burada səhvlər cümlələrdə idi. Ona görə də cavabımız olur C variantı 1, 3 və 4. Digərinə baxırıq. 3-cü sual. Uyğunluğu müəyyən edin. 2-ci Vaçi, 3-cü Mömin Vaçıqan və Asvagin. Biz ümumiyyətlə 2-ci Vaçini eşidəndə onun üsyanını, xristianlıq yaymaq istəməsini, 3-cü Mömin Vaçıqanı eşidəndə demək ki, Ağuyin Kilsə Məclisi haqqında yadımıza düşür. Asvagini eşidəndə isə demək ki, Asvagini eşidəndə isə nəyi yadımıza salırıq? Məktəblərdəki islahatını, əlifbə islahatını, yəni mədəni sahədəki islahatlarını yadımıza salırıq. O zaman 2-ci Vaçeyi götürəcəyik. Sasanilərin müttəfiqi kimi ərəblərə qarşı döyüşməsi. Bu getməyəcək. Yeni Albaniyasının yaradılması. B variantı gedəcək 3-ə. Demək, 3-ə B olan variantlarımız isə 2 dənə yerdədir. A variantı və C variantında. İndi baxaq görək 2-yə D gedir, yoxsa 2-yə C gedir. 2-yə paytaxtın yeni şəhərə köçülməsi 3-cü Mömin Vaçıqana aid deyil, 2-ci Vaçıya aiddir. 2-yə C. Demək, biz 3-ə B götürmüşdük. 2-yə C olur. O zaman olacaq 3-də C variantı. Bir dəqiqə qarşıladım. 1-ə C-yə gedəcək, 2-ci Vaçiyə gedəcək. Paytaxtın yeni şəhərə köçürülməsi. Bir də Sasanilərə qarşı azadlıq mübarizənin rəhbərlik etməsi. Bəli, 2-yə D gedir. Aşakilər sülaləsinin sonuncu Alban hökmdarı bəli 3-cü Mömin Vaçaqandır. 510-cu ilə qədər hakimiyyətdə olmuş. 516-29-cu illərdə hakimiyyətsizlik dövrü başlamışdı. 3-ə isə dedik gedir B, yeni Albaniyasının yaradılması. Deməli, cavab olacaq A variantı. 4-cü testimizə baxırıq. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından sonraki dövrə aiddir. Müstəqillimizin bərpa olunması 1991-ci ilin oktyabrın 18-dədir. Ona görə də bu dövrdən sonraki hadisəyə baxacaq. Qərbi Azərbaycanlıların deportasiyasının başlanması 1988-ci illərdir. Ona görə də bunu götürmürük. Ümumiyyətlə 48-53-cü illərdə də deportasiya var. O zaman bunu götürməyəcək. Bu müstəqilliyimizin bərpasından əvvəldir.
2. Separatçı qüvvələrin fəaliyyətinin qarşısı alınması. Bəli, bu var. Çünki 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Talış Muğan Respublikası, Ləzgistan Respublikası yaratmaq istəyən qüvvələrin qarşısını alır. Onda deməli 1 olanları çıxırıq, 2 olanları götürürük. Ya D, ya da Y variantı olacaq. Gəncə şəhərinin tarixi adının bərpa olması 1989-cu ilin dekabrın sonunda, dekabrın 30-dadır. O zaman 3 çıxır. Bu da müstəqilimizin bərpa olunmasından əvvəldir. 3 rəngli bayrağın ilk dəfə dövlət bayrağı kimi təsdiq edilməsi və dövlət himninin təsdiq edilməsi variantları vardır. Deməli, burada cavab olacaq. Bir düz cavab olduğuna görə və əlimizdə də C variantında uyğun gəldiyinə görə 1 və 4. Ona görə onu götürəcək. Çünki 3 rəngli bayrağın ilk dəfə dövlət bayrağı kimi təsdiq edilməsi də müstəqilimizin bərpa olmasından sonradır. Dövlət himnimizin təsdiq edilməsi də müstəqilimizin bərpasından sonra idi. Amma variantlarda 1-4 olduğuna görə biz 1-4'ü götürürük və variant olur C variantı. Digər testə baxırıq, 5-ci testə. Uyğunluğu müəyyən edin. Ərəb ordusu qalib gəlmişdir. Mütləq qalib gəldiyi döyüşü götürəcəyik. Və mütləq Əməvilər və Abbasilər dövründə olmalıdır. Demək, o zaman Əməvilər sülaləsinin hakimiyyəti illərində ərəblərin qalib gəldiyi döyüş, Hilat döyüşü olacaq. 737-ci ildə olmuşdur Hilat döyüşü. Bu da Əməvilərə düşür. Deməli, 1-ə A gedəcək. Bir də Poitiers döyüşü 732-ci ildədir, amma ərəblər burada uduzubdur. 1-ə A gedəcək, amma B olan variantlar çıxır. 1-ə B olan variant heç ümumiyyətlə yoxdur. 1-ə A-ların arasında qalacaq. C və Y variantlarının. Görək 1-ə C gedirmi? Görək 1-ə C gedirmi? Kadisiya döyüşü. Kadisiya döyüşü 636-cı ildədir. Burada isə Əməvilər yoxdur. O zaman 1-ə C də getmədiyinə görə C variantını yoxlayacaq. Demək 1-ə getdi A. Çünki Poitiers döyüşündə Əməvilər dövrünə aiddir, amma ərəblər qalib gəlməyib. Kadisiya döyüşü Əməvilər dövrünə aid deyil, ərəblər qalib gəlsə də. Savalan dağı yaxınlığında döyüş Əməvilər dövrünə aid olsa da Xəzərlər qalib gəlir, ərəblər qalib gəlmir. Deməli, bu döyüşlərin içərisində ərəblərin qalib gəldiyi Hilat döyüşüdür, Kadisiya döyüşüdür. Amma Kadisiya Əməvilər aid olmadığına görə onu götürmürük və yalnız A-nı götürürük. O zaman cavab C-ni yoxlayırıq. 2-yə də C-dir. Abbasilər sülaləsi dövründə Xürrəmlərlə Bəzz uğrunda döyüşdə qalibiyyət. Bəli, Bəzz döyüşündə ərəblər qalib gəlmişdilər. Bir də D, 833 Həmədan döyüşü. Bəli, burada da ərəblər Xürrəmlərə qalib gəlmişlər və bu ərəblərin ilk qalibiyyəti idi. Bu nədir gəlir? Daha əvvəl olmuşdur. Təbrizdə Şeyx Məhəmməd Xiyabanı başda olmaqla Azərbaycan Demokratik Partiyasının fəaliyyətə başlaması 1917-ci ilin avqustundadır. Qafqaz İslam ordusunun Bakını azad etməsi 1918-ci ilin sentyabrın 15-dədir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə. Sovet Rusiyasının Almaniya ilə Brest-Litov sülh müqaviləsinin imzalaması 1918-ci ilin martın 3-dədir. Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Milli Hökumətin yaradılması 1920-ci ilin iyunundadır. Urmi bəlası adlanan soyqırımın törədilməsi isə 1918-ci ilin Novruz bayramı vaxtıda martın 20-si 21-idir. Ona görə burada daha əvvəl baş vermiş hadisə olacaq A variantı. Şeyx Məhəmməd Xiyabanı başda olmaqla ADF-nin yaradılması. Demək, bu oldu bizim 6-cı testimiz. 7-ci test. 7-ci testə baxırıq. Səbəb-nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin.
Kosova döyüşündə Osmanlıların qalib gəlməsi nəticəsində Bursanın paytaxta çevrilməsi. Bu səbəb-nəticə əlaqələri doğru deyil. Çünki Kosova döyüşü 1389-cu il olmuşdu. Nəticəsində Serblər Osmanlılara tabe olmuşdu. Bursanın paytaxta çevrilməsi isə Orxan Qazının dövründədir. O zaman A yanlışdır. B variantı. Əmir Teymurun Şərqi Anadoluya yürüyüşü nəticəsində Böyük İpək yolunun əhəmiyyətini itirməsi. Bu yanlışdır. Çünki Böyük İpək yolu böyük coğrafi kəşflərdən sonra Hindistana dəniz yolu kəşf edildikdən sonra əhəmiyyətini itirir. O zaman B də yanlış cavabdır. C-yə baxırıq. Sultan 1. Süleymanın Bağdadı tutması nəticəsində Səfəvlərin ərəb İraqını itirməsi. Bu doğru cavab olacaq. Çünki Sultan Süleymanın Azərbaycana yürüşlərində bu göstərilibdir ki, o Bağdadı tutmaqla ərəb İraqını da ələ keçirmiş olur. D variantı və E variantı da deməli yanlışdır. Yenə də biz buna baxırıq. Osmanlıların Qoylu Hisar döyüşündə qalib gəlməsi nəticəsində Ağqoyunlu dövlətinin Qaradənizə çıxışını itirməsi. Burada cümlə düz görünsə də, burada Qoylisar döyüşündə Ağqoyunlu dövlət deyil. Çünki Qoylisar döyüşü 1461-ci ildə olmuşdu. Ağqoyunlu bəylik idi. Y variantı. Osmanlıların Konstantinopolu tutması nəticəsində 1. Muradın sultan titulu qəbul etməsi. Bu da yanlışdır. Çünki Konstantinopolu tutan 1. Murad deyil, 2. Mehmetdir. Murad isə ondan daha əvvəl 1362-ci ildə hakimiyyətə gəlmiş və sultan titulu qəbul etmişdi. 8-ci testə baxırıq. 17-ci əsrdə İngiltərədə vətəndaş müharibəsindən sonra xalqın tələbi ilə kral məhkəməyə verildi və edam edildi. Üsyançıların birinci dövrü başa çatdı. İngiltərənin idarəçiliyində isə yeni bir sistemə keçildi. Mətndə haqqında bəhs edilən yeni idarəçilik sistemi üçün xarakterikdir. Diktatura tipli olması. Bilirik ki, ümumiyyətlə İngiltərədə 2 dənə vətəndaş müharibəsi olub. Biri 42-46, yəni 1642-46, digəri isə 1648-dədir. Və hər ikisində kral uduzur. Lakin birincidə kral Şotlandiyaya qaçdı. Demək, kral 1. Charles'dan söhbət gedir. O Şotlandiyaya qaçır və Şotlandlar onu satırlar İngilislərə. Amma bu dəfə onu öldürməmişdilər parlamentin nümayəndələri. İkinci dəfə kral yenidən Şotlandiyadan kömək alaraq mübarizəyə başlayır 1648-də. Bu dəfə o məğlub olur və bu məğlubiyyətdən sonra onu edam edib hakimiyyətdən devirirlər və Lordlar Palatası ləğv olunur. Parlament bir palatalı olur. Bir də ki, icra edici hakimiyyət isə artıq dövlət şurası olur. İndi baxaq cavablara. Burada deyir ki, yəni kral edam olunduqdan sonra İngiltərədə vəziyyət necə oldu? Diktatura ola bilməz. Çünki diktatura 1653-cü ildə Cromwellin başçılığı ilə başlayacaq. Ona görə biri çıxırıq. 2 palatalı parlament ola bilməz. Çünki bir palatalı parlament olacaq. Çünki lordlar da gedir kralla birlikdə. 2-ni də çıxırıq. Məhdud monarxiya rejimi ola bilməz. Çünki bu 1689-cu ildə hüquqlar haqqında bilə əsasən İngiltərə məhdud monarxiya rejimi olmuşdu. Ona görə cavabımız olacaq D variantı, icra hakimiyyətinin dövlət şurasına məxsus olması. 8-ci testimizə baxırıq. Rusiya Qacarlar və 1-ci Dünya müharibəsi illərində Cənubi Azərbaycan tarixinə aid ümumi cəhət. Ərazisinin hərbi əməliyyatlar meydanına çevrilməsi. Ümumiyyətlə, Cənubi Azərbaycan həmişə hərbi əməliyyat meydanı olubdur. Ona görə də biri mütləq götürürük. Elə Rusiya Qacarlarda da Cənubi Azərbaycan hərbi əməliyyat meydanı idi. Ona görə biri götürürük. 2-də deyir ki, əhalinin Mərkəzi Asiya və Qazaxstana sürgün edilməsi. Biz burada belə bir hadisə görmürük. Əl-əfsusda Rusiya Qacarlar müharibəsində heç belə bir hadisə görməmişik. Ərazisinin böyük hissəsinin Osmanlı qoşunları tərəfindən ələ keçirilməsi. Yenə də Rusiya Qacar müharibəsində Osmanlı qoşunları, Osmanlı ümumiyyətlə müharibəyə qarışmır. Çünki əgər söhbət 1826-28 və yaxud 1804-13-cü illərdən gedirsə, həmin vaxtlarda Osmanlının özünün vəziyyəti yaxşı deyildi. Öz işləri ilə məşğul idi. Ona görə də 2 və 3 olan cavablar çıxacaq. 2, 3, 3, 2 və beləliklə cavabımız olacaq
C variantı 1 və 4. Təbrizin Çar Rusiyası qoşunları tərəfindən işğal olunması. Həm Rusiya-Qacar müharibəsində 1827-ci ildə Təbriz ruslar tərəfindən tutulur, həm də 1-ci Dünya müharibəsi illərində Sarıqamış döyüşündən sonra Təbriz ruslar tərəfindən tutulmuşdur. Deməli, cavab olacaq C variantı 1 və 4 və bu 9-cu test idi. Deyəsən buna 8 dedim bayaq. İndi isə keçirik 10-cu testimizə. 20-ci əsrin 60-cı illəri Türkiyə və 20-ci əsrin 90-cı illəri Azərbaycan tarixinə aid ümumi cəhət ölkəyə iqtisadi embarqonun tətbiq edilməsi. Biz 20-ci əsrin 90-cı illəri Azərbaycan tarixində embarqo məsələsi görməmişik. Konstitusiya məhkəməsinin yaradılması verilib ikinci variant. Üçüncü variant torpaq islahatı haqqında qanunun qəbul edilməsi, Konstitusiyanın qəbulu və BMT-yə daxil olmaq. Demək, Azərbaycan 20-ci əsrin 90-cı illərində BMT-yə daxil olub, amma Türkiyədə belə bir hadisə görmürük. Deməli, 1 və 5 olan cavablar gedəcək. 5 getdi, 1 getdi, 1 getdi, 5 getdi. Deməli, cavabımız olur 2 və 4. İkisi də Konstitusiya ilə bağlı. Çünki Konstitusiya məhkəməsinin yaradılması Azərbaycanda 1998-ci ildə Heydər Əliyevin birinci hakimiyyətinin sonlarında olmuşdu. Eyni zamanda Türkiyədə 1960-cı illərdə qəbul edilmiş Konstitusiyaya əsasən hakimiyyət 3 hissəyə bölünmüş və icra edici, qanunverici və məhkəmə hakimiyyəti və eyni zamanda Konstitusiya məhkəməsi olmuşdu və Türkiyənin yeni konstitusiyası qəbul edilmişdi. Azərbaycanda da 1995-ci ildə ilk dəfə konstitusiya qəbul edilir. Deməli, cavab olacaq 2 və 4. Ümumiyyətlə, burada çıxma üsulundan da istifadə edərək çox səmərəli testin cavabını tapa bilərik. Demək, keçirik 11-ci testə. Kontinental blokada haqqında dekretin məzmunu. Kontinental blokada Napoleonun siyasətinə aid idi. Napoleon İngiltərəyə 1805-ci il Trafalgar döyüşündə qalib gələ bilməmişdi və ona görə də o kontinental blokada edərək onun tutduğu ölkələrə qadağan qoymuşdu ki, İngiltərə ilə ticarət əlaqə saxlamasınlar. A variantı Fransadan asılı olan ölkələrə İngiltərə ilə ticarətin qadağan edilməsi. Bəli, elə cavab A variantı olacaq, digərləri isə yanlışdır, heç baxmırıq, çünki cümlələr yanlışdır da, orada izaha ehtiyac yoxdur. 12-ci testə baxırıq. Böyük Monqol imperiyası və Teymuri dövlətinə aid Venn diaqramı götürürük. Demək, burada Şimali Çinin ələ keçirilməsi Böyük Monqollara aiddir. Deməli, biz 1-ə A götürəcəyik. 1-ə A götürəcəyik. 1-ə A iki yerdə var. 1A variantında, bir də C variantında. İndi gəlin görək, 1-ə Y gedirmi? Yəni, Monqollara Y gedirmi? Mərkəzi Asiyada işğalların aparılması hər ikisinə götürəcək. Çünki həm Teymuri dövləti, həm Monqol dövləti Mərkəzi Asiyada yaranmış dövlətdir. Deməli, cavab olacaq 1-ə A, 3-ə D inzibat cəhətdən ulusa bölünməsi və 3-ə Y Mərkəzi Asiyada işğalların aparılması. Deməli, biz bunu nə ilə öyrənirik? Nə ilə tapırıq? Elə Venn diaqramının ortasını tapmaqla çox rahatlıqla bu test tapılır. 1-ə A, 3-ə D, Y, 2-ə isə C, yəni Heratın paytaxt şəhərə çevrilməsi Teymurilərdə idi. Səmərqənddən Herata Teymuri Şahruxun dövründə paytaxt köçürülmüşdü. Cavabımız olacaq C variantı. Digərləri isə uluslar isə Monqol ulusu, Teymuri ulusu, Qızıl Ordu ulusuna götürürük biz. Növbəti testimizə baxırıq, yəni 13-cü testimizə. Burada soruşur ki, 2-ci Qarabağ Vətən müharibəsi dövründə baş vermiş hadisəni tapın. 2-ci Qarabağ müharibəsi 2020-ci ilin sentyabrın 27-sində başlamışdı. 10 noyabr bəyannaməsi ilə də başa çatmışdı. Nəticədə 30 il işğalda olmuş ərazilərimiz düşmən tapdağından azad olunmuşdu. Ona görə baxaq görək 2-ci Qarabağa nə gedəcək? 1. Xankəndi şəhər mərkəzində dövlət bayrağımızın qaldırılması 2-ci Qarabağda olmayıb. Antiterror əməliyyatından sonra 2023-cü ildə olubdur.
Ona görə 1 il çıxırıq. Harda 1 varsa onu çıxdıq. D və Y variantı getdi. Şuşa bəyannaməsinin imzalanması. İkini saxlayaq. Və 5 rayon mərkəzinin azad edilməsi. Bəli, 2 və 5-i götürəcəyik. Deməli, digərlərinə baxaq. Horadiz qəsəbəsinin düşməndən təmizlənməsini götürmürük. Xocavənd rayonunun bir hissəsinin azad edilməsini var, amma Xocavəndin bir hissəsi azad edilibdir. Yox, Şuşa bəyannaməsi də getməyəcək. Deməli, cavab olacaq burada 4 və 5. İndi deyəcəm niyə? Çünki Şuşa bəyannaməsi 2021-ci ilin iyun ayının 14-də İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında imzalanıb. Bu müharibədən sonradır. Xankəndini bayaq dedim, onu da götürmürük. Horadiz qəsəbəsinin düşməndən təmizlənməsi 1994-cü il Horadiz əməliyyatının nəticəsindədir. 44 günlük müharibə vaxtı isə kənd Horadiz azad olunmuşdu. Ona görə 3-ü də çıxırıq. Amma Xocavəndin bir hissəsinin azad edilməsi 2-ci Qarabağ müharibəsində var idi. Tam azad edilməsi isə antiterrordan sonra oldu. 5 rayon mərkəzinin azad edilməsi də 2-ci Qarabağ müharibəsi dövründə baş vermişdi. Ona görə də 4 və 5 cavablarını götürürük. Cavabımız da olur C variantı. Digərinə baxırıq. Bu 14-cü testi məncə. 19-cu əsrin 30-cu illərində baş verən Carbalakan və Quba üsyanlarının oxşar səbəbi də çarizm və müstəmləkə zülmüdür. Bu vaxt aparmayan testlərdən biri oldu. Xəritədə nömrələnmiş ərazilərin hansılarına aid xüsusiyyət verilməmişdir? Alan tayfaları Azərbaycana bu ərazidən keçmişdir. Bu Dərbənddir, Dəryal keçidi. Eradan əvvəl 3-cü əsrdə paytaxt şəhəridir. İndi cavablara baxaq. Bu da asan test olacaq. Demək, Dərbənd olacaq 1. Eradan əvvəl 3-cü əsrdə Qəbələ və Qazaka 2 və 3 də demək haqqında məlumat verilibdir. Hər ikisi eradan əvvəl 3-cü əsrdə Albaniya və Atropatenanın paytaxtları olubdur. Ona görə 1, 2, 3-ü çıxırıq. 5 və 4-ə aid hadisə verilməyib. Çünki 4 Ərdəbil, 5 isə Bərdə şəhərləridir. 5 və 4-ə aid hadisə yoxdur. Cavabımız olacaq D variantı. Demək, keçirik. Dəniz döyüşlərində fasilələrlə 30 il ərzində, dəniz döyüşləri fasilələrlə 30 il ərzində davam etdi. Ona görə də Yunan şəhər dövlətləri öz aralarında ittifaq yaratdılar. Bu ittifaqa Afina başçılıq edirdi. Afina dəniz ittifaqı Əhəməni donanmasının məğlubiyyətə uğratdı. Mətndə bəhs olunan dövrdə Yunanistanın ictimai-siyasi vəziyyəti üçün xarakterikdir. Yəni, bu Yunan-Əhəməni müharibələrindən söhbət gedir burada mətndə. Vahid dövlət yox idi, bu düzdür. Çünki orada Afina, Sparta kimi şəhər dövlətləri var idi. Bu, vahid dövlətin olmadığını bildirir. Bir-biri götürəcəyik. Əhəmənilərə qarşı müharibə ərəfəsində Afina bütün Yunanistanı vahid halda birləşdirir. Bunu götürməyəcəyik. Çünki Afinanın birləşdirməsi haqqında bir məlumat yoxdur. Afinanın strateqlər idarə edirdi. Bəli, Afinada artıq strateqlər idarəçi rol oynayırdılar. Şəhər dövlətləri yaranmağa başladısa ola bilməz. Çünki şəhər dövlətləri eradan əvvəl 8-6-cı əsrlərdə yaranmışdır. Şəhərlər, Afina və Sparta şəhərləri isə eradan əvvəl 2-ci minlikdə yaranmışdır. Ona görə cavabımız olacaq 1, bir də 3. 1 və 3 cavabımız da A variantındadır. İndi keçirik 17-ci testə. Kəsranilər sülaləsinin fərqli olaraq Məziyyətlər sülaləsinin hakimiyyəti dövründə Şirvanşahlar dövləti üçün xarakterikdir. Paytaxtın dəyişdirilməsi. Demək, biz Kəsranilərdən fərqli olaraq, Kəsranilər dövründə də paytaxt dəyişdirilibdir. 1192-ci ildə Bakıya köçürülübdür.
Məziyyədlər dövründə də paytaxt dəyişdirilibdir. 918-ci ildə Şamaxıya köçürülübdür. O zaman bu oxşarlıqdır, bunu götürmürük. Teymurilərlə ittifaqın yaradılması bu Kəsranilər sülaləsindən sonra gələn Dərbəndlilərə aiddir. Heç birinə aid deyil. Məziyyədlər ümumiyyətlə Teymuriləri görmür. B də çıxır. Cəlalilərlə mübarizə aparılması, bu da Kəsranilər sülaləsi dövrünə aid ola bilər, amma Məziyyədlər sülaləsinə aid deyil. Çünki Məziyyədlər Cəlaliləri görə bilməz. Cəlali dövləti 1340-cı ildə Bağdadda yaradılmışdı. Ölkə ərazisinin Slaven tayfalarının basqınlarına məruz qalması variantı qaldı. Bir də Salarilər dövlətinin asılı vəziyyətə salınması. Cavab olacaq Salarilər dövlətinin asılı vəziyyətə salınması. Çünki Məziyyədlər Salariləri görür, amma Kəsranilər sülaləsi dövründə Salari dövləti yoxdur. Çünki dövlət 941-981-ci illəri əhatə edir. Amma Slaven yürüşləri həm Məziyyədlər dövründə, həm də Kəsranilər dövründə vardır. Çünki 1190-larda biz 1173-cü ildə Slaven yürüşləri var. Həmin vaxtı Gürcülər köməyə gəlmişdilər Şirvanşahlara. Digərinə baxırıq. Ərdəbil hakimliyi və Qaraqoyunlu Baharlı dövlətinə aid ümumi cəhəti tapmalıyıq. 18-ci test. Osmanlı ilə müharibə aparılması bu ola bilməz. Çünki Qaraqoyunlu dövləti Osmanlı ilə müharibəsini biz görməmişik. Ağqoyunlu qüvvələri ilə mübarizə aparılması, bəli, bunu götürəcək, işini götürəcək. Çünki həm Ərdəbil hakimliyi Ağqoyunlu qüvvələri ilə mübarizə aparmışdı, həm Qaraqoyunlular. Əsasların Azərbaycanın şimal torpaqlarında olması, bunu götürmürük. Çünki Qaraqoyunlu dövləti Təbriz olub mərkəzi şimal deyil. Ərdəbil hakimi də cənubdadır. O zaman cavabın biri də olacaq 4. Deməli cavab olacaq 2 və 4 A variantı. E, 19-cu testə baxırıq. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Xruşovun SR rəhbərlik etməsi başlaması nəticəsində Sovet totalitar rejiminin yumşaldılmağa başlanması bu doğrudur. Çünki Stalinin şəxsiyyəti pərəstiş dövrü, repressiyalar dövrü hamısı Xruşovun dövründə yumşaldılır. Cavab 1 olacaq. 1. Bakıda rus dilli əhalinin çoxluq təşkil etməsi nəticəsində Bakının beynəlmiləl şəhər kimi Azərbaycan SSR-nin tərkibinə çıxarılması bu yanlışdır. Çünki Bakı çıxarılmır Azərbaycan tərkibindən. Demək cavabımız 1-dir. 1-i 2 yoxdur. 2-ləri çıxdıq. 1-i mütləq götürəcək. Ya 1-3 ya 1-4 olacaq. 3-ə baxaq. Heydər Əliyevin Azərbaycan SSR rəhbərlik etməyə başlaması nəticəsində sərhəd yanı rayonlardan 2000 hektar ermənilər verilməsinə imkan verilməməsi, bu da doğrudur. Cavabımız olacaq 1 və 3. 4-ə baxaq. Milli Azərbaycan qərargahının yaradılması nəticəsində ölkə rəhbərliyinin Azərbaycanlıların təyin edilməsi başlanması bu yanlışdır. Çünki Milli Azərbaycan qərargahı, yəni MAQ 1962-ci ildə yaranıb, amma ondan əvvəl Mirzəcəfər Bağırov ölkə rəhbərliyinə yüksək vəzifəyə təyin edilmişdi. Yəni başlanma deyil. Məqsəd o idi ki, yüksək vəzifələr Azərbaycanlılar gəlsin, amma başlanma MAQ-ın yaranması ilə deyil. Ona görə 4-ü götürmürük. 5. Şimali Azərbaycanda ilk neft kəmərinin çəkilməsi nəticəsində Azərbaycan SSR-nin vahid neft kəmərinə qoşulması da yanlışdır. Çünki ümumiyyətlə, yəni bunu heç bilməyən uşaq da tapa bilər. Çünki ilk neft kəmərinin çəkilməsi 19-cu əsrdədir, 1878-ci ildədir. Amma Azərbaycan SSR-i həmin vaxtı yoxdur, Çar Rusiyasıdır. Yəni bununla da tapmaq olar və Azərbaycan SSR-nin vahid neft kəmərinə qoşulması 1983-cü ildə Bakı-Qrozn neft kəmərinin çəkilməsi ilə baş vermişdir. Deməli cavabımız olacaq 1 və 3. Digər testə baxırıq. Testlərin nömrəsini itirdim artıq.
Kütləvi şəkildə silahlanmış Yaponiya qəflətən ABŞ-ın hava adalarının Pearl Harbor bazasına zərbə endirdi. Buna cavab olaraq ABŞ Yaponiyaya müharibə elan etdi. Yaponiya bu addımı atmaqla Vaşinqton konfransında imzaladığı müqavilənin hansı öhdəliyini pozdu? A variantı: faşist blokuna daxil olan dövlətlərlə əməkdaşlıq etməyəcəyi. Ümumiyyətlə, həmin dövrdə hələ faşist bloku yaranmamışdı. Çünki Hitlerin fəaliyyətini biz daha çox görürük 1923-cü il PİV qiyamından sonra fəallaşdığını görürük. Yəni, fəal formada faşist blokunun adı burada çəkilmir. Zərbə endirdi. Yəni, Vaşinqton konfransı olan vaxtı faşist blokundan danışılmır. Almaniyadan danışılır. Faşist söhbəti olacaq 2-ci Dünya müharibəsində. Ona görə A variantını götürmürük. Çünki burada soruşur ki, Vaşinqton konfransında imzaladığı müqavilənin hansı öhdəliyini pozdu? B variantı: Sakit Okean bölgəsində fəaliyyəti məhdudlaşdırmağı. Axı, cavab burada B-dir. Niyə? Çünki Vaşinqton konfransında iştirak edən ölkələr öhdəlik götürmüşdülər ki, Sakit Okeandakı mülklərimizi birgə qoruyacaq və Sakit Okeanda silahların istifadəsini məhdudlaşdıracaq. Amma Yaponiya öz vədinə sadiq qalmadı və həmin öhdəliyi pozaraq Sakit Okeanda Pearl Harbor adasında deməli həmin bu öhdəlikləri pozdu. Ona görə cavab olacaq B variantı. Digərləri isə yanlışdır. Baxmırıq. Deməli, bu oldu 20-ci test. İndi isə 21-ə baxaq. Verilən hər iki xüsusiyyətin aid olduğu ərazini müasir xəritədə müəyyən edin. Qədim insan məskənlərindən olan qazma mağarası deyən kimi bilirik ki, Naxçıvandan söhbət gedir. İkinci Kültəpə və Oğlanqala kimi şəhər mərkəzləri də Naxçıvandır. Bu da çox asan testlərdən biridir. Cavab olacaq Y variantı 5. Burada 4 Qazaxdır, 1 Qarabağdır, Azaq mağarası ərazisidir, 2 Lerik Buzeyir ərazisidir, 3 isə Bakı ərazisidir. Digər testə baxırıq. Demək, burada neçəni götürdük? 5-i Y variantını. 22-ci testə baxırıq. 19-cu əsrin ikinci yarışı Şimali və Cənubi Azərbaycan mədəniyyət tarixinə aid ümumi cəhət. Bu tipdə testləri biz çox görürük, topluda da var. İlk teatr tamaşasının səhnəyə qoyulması ola bilməz. Çünki Şimali Azərbaycanda ilk teatr 1873-cü ildə tamaşaya qoyulmuş. Amma Cənubi Azərbaycanda ilk teatr 20-ci əsrin 1-ci 10 illiyində tamaşaya qoyulmuşdu. Ona görə bu eyni əsr deyil. Üsul-i Cədid məktəbləri, bəli, bu oxşardır. Çünki Şamaxıda 19-cu əsrin ikinci yarısında Şamaxıda Seyid Əzim Şirvani tərəfindən, Naxçıvanda, Təbrizdə Rüşdiyyə tərəfindən, Naxçıvanda Sidqi tərəfindən Üsul-i Cədid məktəbləri açılmışdı. Ona görə də oxşar cəhət kimi götürürük B variantını. Satirik mətbuatın əsasının qoyulması. Ümumiyyətlə, satirik mətbuat Şimali Azərbaycanda 20-ci əsrin əvvəlində Molla Nəsrəddin jurnalından götürülür. Cənubi Azərbaycanda da Azərbaycan qəzeti ilə, hər ikisi 20-ci əsrin əvvəlidir. Əgər 20-ci əsrin əvvəli soruşsa, o zaman C-ni götürə bilərdik. Müsəlman məktəblərinin fəaliyyətə başlaması. Müsəlman məktəbləri də 19-cu əsrin birinci yarısından fəaliyyətə başlamışdı. İlk teatr binasının tikilməsi isə Cənubi Azərbaycanda 1916-cı ildə, Şimali Azərbaycanda isə 1883-cü ildədir. Ona görə də Y variantı yanlış cavabdır. Demək, gəldik. Demək, bu açıq testlərdən ilk test idi. Gəldik açıq testə. Qapalılar bitdi. Demək, bu 23-dür. Qıpçaq türklərinə aid olanları müəyyən edin.
Didiqori döyüşündə iştirak etməsi. Didiqori döyüşü 1121-ci ildə olmuşdur. Orada bir tərəfdə Səlcuqlar, digər tərəfdə isə Qıpçaqlar, Asetinlər, səlibçi qüvvələri olmuşdu və orada Səlcuqlar məğlub olmuşdular. Nəticədə 1122-ci ildə Tiflis müsəlman əmirliyi ləğv olunmuşdu. 2. Rəvvadilər arasında məskunlaşmaqla onların hərbi qüdrətini artırması. Bu yanlışdır, çünki rəvvadilərdə məskunlaşan sırf Qıpçaqlar deyil, Oğuz türkləri idi və bu da 1028-ci ildə olmuşdu. Onların hərbi qüdrətini artırmışdı. 2-ni çıxacaq, 1-i götürəcək. Gürcü çarı 4-cü Davidlə ittifaqları. Bəli, biz deyirdik ki, 4-cü David nigah diplomatiyası üsullarından istifadə etmişdi. Bir qızını Şirvanşah hökmdarına vermişdi. Bir qızını Bizans hökmdarı Aleksey Komniyə vermişdi. Özü isə Qıpçaq hökmdarının qızı ilə evlənib nigah diplomatiyasını qurmuşdu. Deməli, 1 və 3 düz cavab olacaq. Kalka döyüşündə Monqollara qalib gəlmələri. Ümumiyyətlə, Monqollar güclü olmuşdu və Monqollara qalibiyyət söhbəti yox idi. Monqollar onlara, Rus Qıpçaqlara qalib gəlmişdi 1223-cü ildə Kalka döyüşündə. Ona görə 4-ü də götürmürük. İraq Səlcuq hökmdarı Sultan Mahmuda qarşı döyüşdə iştirak etməkləri də Qıpçaqlar var. Çünki 1123-cü ildə İraq Səlcuq Sultanı Mahmud Şirvanşahlara hücum edib xəracı istəyəndə Qıpçaqlar Şirvanşahlarla birlikdə ona qarşı vuruşub onu məğlub edib. Deməli, burada cavab olacaq 1, 3, 5. Digərinə keçirik. Xronoloji ardıcıllığı müəyyən edin deyir. Burada deyir ki, 1-ci İbrahim. Niyə çıxırıq? 1-ci İbrahim Dərbənddə hakimiyyətə gəlməsi 1382-ci ildədir. 2. Hülakülər dövləti 1258-dən 1357-yə qədər mövcud olub, süqutunu soruşur. 1357-ci ildədir. Təbrizin Qaraqoyun dövlətinin paytaxtı olması 1410-cu ildədir. Azərbaycanın Cəlalır dövlətinin tərkibinə qatılması isə Hülaki dövləti süqut etdikdən 2 il sonradır. Yəni, Hülaki dövləti süqut eləyir 1357-də, 1357-dən 1359-a qədər Azərbaycan qalır Qızıl Ordunun tərkibində. 1359-dan sonra 1410-cu ilə qədər Azərbaycan keçir Cəlalirlərin tərkibinə. O zaman birinci götürəcək 2-ni, sonra götürəcək 4-ü, sonra götürəcək 1-i, daha sonra götürəcək 3-ü. Növbəti testə baxırıq. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Teoman Tanhunun Çinə hücum etməsi nəticəsində Xan sülaləsinin asılı salınması. Bu yanlışdır, çünki Teoman Tanhunun dövründə Xan sülaləsi yoxdur. Çində Xan sülaləsi hakimiyyətə gəlibdir. Eradan əvvəl 206-cı ildə Sin Şuxandinin ölümü ilə. Sin Şuxandinin hakimiyyət illəri eramızdan əvvəl 221-dən 206-ya qədərdir. Teoman Tanhu isə Sin Şuxandi ilə paralel hakimiyyətdə olmuşdu 209-a qədər. Ona görə də o Xan sülaləsini görməmişdi. Xan sülaləsini görən Mete idi. Demək, bir getdi. Hunların Pinçen şəhəri yaxınlığında Çin ordusunun mühasirəyə alması nəticəsində Xan sülaləsi ağır şərtləri sülh müqaviləsi imzalamağa məcbur oldu. Pinçen şəhəri yaxınında mühasirə eramızdan əvvəl 200-dədir. Burada Xan sülaləsini götürə bilərik. Deməli, 2-ni götürəcək. Mehdi Xaqanın dövlətin sərhədini genişləndirmə siyasətini aparması nəticəsində Monqol və Tibet tayfaları, bəli, bunu da götürəcək. Çünki Mete Monqol M hərfi ilə biz bunu yadda saxlamışdıq. Cavab 2 və 3 olacaq. Demək, 4-də yanlış imiş. Teoman Tanhunun Çinin bəzi bölgələrini özünə tabe etməsində Çində vuruşan bacarıqlarının başa çatması deyil. Çünki Teoman Tanhu yox, Çində Sin Şuxandi vuruşan bacarıqlara son qoyacaq. Teoman Tanhu öz dövləti ilə məşğul idi. Onun nə işi var idi ki, Çində padşahlıqlara son qoysun. Demək, Şah 1-ci Abbasın fəaliyyəti dövrünə aiddir. Tayfa başçılığında irsiliyin ləğvi 100% onun fəaliyyəti dövrünə aiddir. Biri götürəcək. Qəsr Şirin onun nəvəsi Səfiyə aiddir. Ona görə də
2-ni götürmürük. Ordubad əhalisinin bütün dövlət vergilərinin azad olmasını götürəcək. Çünki Ordubad əhalisini Şah 1-ci Abbas xüsusi rəğbət bəsləyirdi. Çünki o gələnə qədər, Osmanlılarla mübarizə aparıb gələnə qədər Ordubadlılar artıq öz şəhərlərini azad etmişdilər. Cavab olacaq 1 və 3. Şeyx Cüneyd məqbərəsinin tikilməsi də Şah 1-ci Abbasın dövrünə aid deyil. Uyğunluğu müəyyən edin. Uyğur xaqanlığı, Xəzər xaqanlığı və Qəznəlilərə aid uyğunluq tapacaq. Maniçiliyin qəbul edilməsi Bögü xaqanı dövründə Uyğurlardadır. Bu dini pərəkəndiliyə səbəb olacaq. Nəticədə ölkə zəifləyəcək. Ümumiyyətlə maniçilik xeyrin şər üzərində qələbəsinə inanmırdı və bu da əyanların narazılığına, dövlətin zəifləməsinə səbəb olacaq. 1-ə A götürəcək. Məzdəkilər hərəkatının yatırılmasını, Sasani dövlətinə yardım etməsini heç birini götürmürük, çünki bu Axunlara aiddir. Dəndənəkən döyüşündə Səlcuqların məğlub edilməsini Qəznəliyə götürəcək, 3-ə C götürəcək. Hindistana yürüş etməsi Qəznəliyə gedəcək. Albaniya dövləti ilə sülh müqaviləsi imzalanması isə Xəzər xaqanlığına gedəcək. Deməli, 1-ə A, 2-ə Y, 3-ə D. 1-ə A-nı götürdük. Xəzər xaqanlığına 2-yə Y-ni götürürük. 3-ə isə D-ni götürürük. Bir dəqiqə C variantında deyir ki, Dəndənəkən döyüşündə Səlcuqların məğlub edilməsi. Qəznəli dövləti Səlcuqları məğlub etməyib. Əksinə, Səlcuqlar Qəznəli. Ona görə C-ni götürməyəcək, hərəsinə bir dənəsi gedəcək. Situasiyada deyir ki, general Azərbaycanın iqtisadiyyatını tanımadığını söyləyəndə baş nazir Azərbaycan xalqının qərarı və istəyi ilə Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətini elan edildiyini və bunu bütün dünya dövlətlərinin bildiklərini söyləyir. Baş nazir sözlərinə davam edərək siz böyük millət və böyük imperatorluqsunuz. Eyni zamanda mədəni bir millətsiniz. Bizim istiqlalımızı tanımalısınız. General, bu söylədikləriniz siyasi şeylərdir. Halbuki mən bir əskərəm. Söhbət Azərbaycan Xalq Cümhuriyyətinə gedir. Çünki burada Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətinin elan edildiyini cümləsindən biz bunu çıxardırıq. Madam ki, siz əskərsiniz, mən də istiqlalını elan etmiş Azərbaycan Cümhuriyyətinin hökumət başçısıyam. Deməli, bu hökumət başçılarından Xoyski ya da digər Nəsib bəy Yusif bəylidir. Baxaq görək, biz sizi buraya dəvət etmədik. Sizdən məmləkətimizi tərk etməyi tələb edirəm. General hər hansı bir qüvvəni çıxarmaq üçün əskəri qüvvəyə malik olmaq lazımdır. Məndə olan məlumata görə qurduğunuz cümhuriyyətin ordusu qurulmamışdır. Demək ki, ordunun qurulmasından əvvəldən söhbət gedir. Uzun müzakirələrdən sonra general AXC hökumətini tanıdı və onun təmsil etdiyi dövlətlə diplomatik münasibətlər quruldu. Demək, burada ingilislərdən söhbət gedir. Ümumiyyətlə, AXC-yə gələn 2 ingilis generalını biz görürük. Biri Denstervildir. Denstervil 1918-ci ilin avqustunda gəlmişdi. Digər ingilis general isə Thompson idi. Thompson isə parlamentin qurulma ərəfəsində, yəni Osmanlılar çıxdıqdan sonra 1918-ci ilin noyabrında gəlmişdi. Bilirik ki, Mudrosa görə Osmanlılar çıxandan sonra ingilislər daxil olurlar AXC-yə. Və kitabda daha çox yazılır ki, Denstervil işğalçı niyyətlə, Thompson sakit niyyətlə gəlir, amma son cümlədən çıxartmaq olur ki, gələn Thompsondur əslində, amma burada dialoqdan da görürük ki, Thompson da heç sakit niyyətlə gəlməyib. Mənbədəki dialoqun hansı tarixi şəxsiyyətlər arasında getdiyini müəyyən edərək yazın. Təbii ki, bu əgər Thompsondan danışırıqsa, 3 hökumətin başçısı olan Xoyskidən gedir. Burada Fətəli xan Xoyski və Thompsonu yazacaq.
Haqqında bəhs edilən yadelli qoşunlarının ölkəmizə daxil olmasına şəraitin səbəbini müəyyən edərək yazın. Səbəb Osmanlının müharibədə məğlub olması və qoşunların Azərbaycandan çıxmasıdır. Mudros müqaviləsinə əsasən. Digər testdə deyir, bu da sonuncudur. Neçənci test olacaq? 90. Neysə, bu sonuncudur. Haqqında bəhs edilən generalın təmsil etdiyi dövlətin köməyi ilə AXC-nin xarici siyasətini həyata keçirdiyi, lakin mənbədə verilməyən 2 uğurlu tədbiri yazın. Haqqında bəhs edilən generalın təmsil etdiyi dövlətin İngiltərənin köməyi ilə AXC-nin xarici siyasətində həyata keçirdiyi, lakin mənbədə verilməyən 2 uğurlu hadisəni yazın. Burada uğurlu hadisə olaraq onu göstərəcək ki, AXC nümayəndə heyəti Paris Sülh Konferansına gedir dekabrın sonlarında və orada AXC-nin müstəqilliyini çətinliklə də olsa de facto tanıtdırırlar. Orada da İngiltərə də iştirak edirdi. İngiltərənin də orada rolu olur AXC-nin tanınmasında. Bunu götürə bilərik. Çünki mənbədə Paris Sülh Konferansından və AXC-nin tanınmasından danışılmır. İzahımız bu qədər. Sağ olun dinlədiyiniz üçün.